bura gələn qonaqlarımızı hamısını fərd olaraq salamlayıram. Və ilk öncə qısa olaraq bizim federasiya haqqında məlumat vermək istəyirəm. Bizim federasiya Türkiyənin uluslararası uyuşturucu ilə mücadilə federasyonu. Biz onun Azərbaycan təmsilçisiyik. Və bizim federasiyanın Türkiyədə bir çox, Türkiyənin demək olar bütün əyalətlərində, bütün bölgələrində rəhbərlikləri var, fəaliyyəti var və Azərbaycan üzrə bizə məsuliyyət bizim üzərimizə qoyulub. Və bu günləri bu tədbirin mövzusu tək fərd olaraq bir-iki nəfərin əziyyət çəkdiyi bir tərəf deyil. Bu, ümumbəşər bəla adını alan bir bəlanın mövzusunda biz yığılmışıq və o bəla ki, demək olar ki, gündəlik da olmasa, ən azından hamımızın tez-tez rastlaşdığı hadisələr çox olur. Bir çox ailələrdə, bir çox, belə deyək ki, yaxınlar olsun, dostlar olsun, tanışlar olsun ki, o bəladan əziyyət çəkən insanların hansı hala düşdüyünü, yəni o elə bir bəladır ki, tək insanın sağlığına ziyan verə, yox, o ilk növbədə mənəvi dəyərləri yox edir. Bir insanın da insan olaraq bilirik ki, cəmiyyət, toplum fərdlərdən təşkil olunub və o fərdlər nə qədər sağlam olsa, nə qədər sağlam düşüncəli, sağlam mənəvi ruhiyyəli olsa, bir o qədər həmin dövlətin gücü bir o qədərdir. Çünki biz o dövlətin vətəndaşlarıyıq ki, 44 gün ərzində biz nəinki bir Ermənistanın işğalçı dövlətə yox, bütün dünyaya nümunə olduq. Bizim şəhidlərimiz bütün dünyaya nümunə göstərdilər ki, heç kimin eləyə bilmədiyi dünya texnologiyasının aciz qaldığı Şuşa dağları ki, orada texnologiya işə düşmürdü. Orada Əliyalın Şuşa fatihləri idi. Həmin canlı texnikaların sayəsində, canlı qüvvənin sayəsində biz 44 günə bütün dünyaya bir nümunə məktəbi olduq. İndi də bizdən danışırlar, hələ bir neçə əsr keçəcək, yenə də bizim o 44 günlük zəfər heç kimin onların dilindən düşməyəcək. Və bunun üçün də bizim ilk növbədə şəhidlərimizə borcluyuq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Və mən hər tədbirdə bunu vurğulayıram ki, şəhidin, bilirik ki, şəhidlik ali bir məqamdır. Yəni o məqam hər kəsə nəsib olmur. Onun üçün Allah xüsusi seçilən nümayəndəsi olmasan, bir insan olmasan ki, Allah o məqamı nəsib eləsin insana. Və onun üçün də şəhidlik, mübarizi misal çəksək, digər bütün qəhrəmanlarımızı, hamısını nümunə çəksək, bunların bu həddə, yəni vətən üçün fəda, canı fəda eləmək, bu adi bir hal deyil. Yəni burada böyük insani keyfiyyətlərə məxsus olmalıdır o insan ki, o cürə cürət tapa özündə. O cürə cürət tapa özündə. Və bunun üçün də səbəb nədir? Səbəb sağlam düşüncə, sağlam mənəviyyat. Biz sağlam gələcək, sağlam dövlət istəyiriksə, ilk növbədə sağlam gənclik, sağlam cəmiyyət qurmalıyıq. Və bunun üçün də bizim federasiyanın hal-hazırda həyata keçirdiyi Daxili İşlər Nazirliyinin və bir çox dövlət qurumlarının dəstəyi ilə həyata keçirdiyimiz Sağlam Gələcək naminə layihəsinin məqsədi məhz həmin sağlam düşüncəli cəmiyyəti formalaşdırmaqdır. Bu, dövlətimiz bəs qədər mübarizəni aparır. Amma biz bu günləri vətəndaş olaraq, fərd olaraq, özümüzdə fərdi olaraq o məsuliyyəti hiss eləməliyik. Əgər biz o məsuliyyəti hiss eləmiriksə, demək biz o cəmiyyətə, həmən topluma necə belə, çox belə səthi yanaşan bir vətəndaşım. Səthi yanaşan bir vətəndaşım. Bu bəladan əziyyət çəkən insanı tənqid eləmək, danlamaq çox rahat bir məsələdir. Çox rahat bir məsələdir. Amma onun o bəladan çıxmağına, o batdığı bataqlıqdan çıxmağına əl tutmaq, dəstək olmaq, o hər kəsin bacaracağı iş deyil. Bunun üçün ilk növbədə yüksək insani keyfiyyətlərə. Mən hər dəfə çıxışlarımda vurğulayıram ki,
yəni vətən sevgisidir, millət sevgisidir, vətənə xidmətdir, millətə xidmətdir. Bunlar insanın irsən qanından gələn bir şeydir. Bu insanın canında olmalıdır. Bu təmənna güdməməliyik biz bunda. Mən bunu eləmək üçün təmənna, mən maliyyə dəstəyi çətinliklər olur. Amma o çətinlikləri əsas insandakı o güvən hissi, Allaha inan və dövlətimiz tərəfindən aldığımız dəstək, güc bizə o maniyyələri daşımaqda kömək edir. Mən bunu öz və bizim təşkilatın nəzdində ictimai könüllü prinsipləri əsasında fəaliyyət göstərən üzvlərimizin timsalında deyirəm. Və biz bu günləri fərd olaraq, ilk növbədə fərd olaraq və daha sonra təşkilat olaraq bu məsuliyyəti götürmüşük boynumuza, götürmüşük üzərimizə. Əsas da hədəfimiz gənclərdir. Gənclərdir. Narkotikdən mübarizənin malicə predmetindən indi burada bizim reabilitasiya mərkəzlərinin rəhbərləri var. Onlar bu barədə daha peşəkar şəkildə çıxış edəcəklər. Amma mən ondan əvvəlki dövrə əsaslanmaq istəyirəm ki, narkomaniyanın təməl daşları, səbəbləri, bir çox səbəblər var. Yəni onun səbəbləri ailə münaqişələridir, asuda vaxtın, insanın, gənclərin asuda vaxtının düzgün səmərəli keçirilməməsidir. Bir çox səbəblər var. Biz məhz bu səbəblərin üzərində dayanmışıq. Hal-hazırda da bizim məsələn bir çox bu layihədə işlərimiz gedir, bir çox proyektlərimiz var ki, indi yavaş-yavaş dövlətimizin də dəstəyi ilə bunları hamısını reallaşdıracağıq ki, ilk hədəfimiz bizim 6-15 yaş uşaqlardan ibarət həvəskar futbol klubu yaratmışıq. Artıq bizim uşaqlar 20-yə qədər bizim üzvümüz var. Onlar 6 aydır bizi ilə məşq edirlər, 2-3 dənə də rəsmi oyunlar keçirirlər. Və bir çox təbliğat, təşviqat, maarifləndirmə, video çarxların çəkilişidir, verilişlərin çəkilişidir. Biz bu günləri, mən adi bir ilk növbədə bir media işçisi, televiziya işçisi olaraq bunu vurğulamaq istəyirəm ki, məsələn, hansısa bir narkomaniyaya qarşı bir veriliş qoyulur və yaxud da hansısa bir təbliğat yönümlü bir video çarx hazırlanırsa, burası sıradan insanları da qonaq dəvət eləmək lazımdır. Biz əsaslanmayaq, dayanmayaq, məsələn, təşkilat rəhbərləri olsun, dövlət nümayəndələri olsun və yaxud da sədir olsun və yaxud da ki, bu sahənin adamları olsun. Yox, əksinə. Adi insanı da çağırıb, onun da fikrini almaq lazımdır. Bəlkə ola bilər elə bir maraqlı fikir deyər ki, elə bir maraqlı nüansa toxunar ki, bizim qaçırdığımız bir nüans olar. Və bu sahədə mən çox vaxtımızı almaq istəmirəm ki, çıxışlarımız çoxdur. Reglamentə diqqət edib, ilk növbədə başda bizim Daxili İşlər Nazirliyinin əməkdaşlarının, bütün Daxili İşlər Nazirliyinin heyətinə xüsusi təşəkkürümü bildirirəm ki, bizə bu layihədə dəstək olurlar. Daha sonra bizə dəstək olan bütün ictimai təşkilatlara, bütün reabilitasiya mərkəzlərinin rəhbərlərinə və bizim bu sahədə bizə dəstək olan bütün heyətimizin üzvlərinə minnətdarlığımı bildirirəm və bizim bu layihələr, bu kimi tədbirlərimiz, bu ilk tədbirimizdir. Bizim bundan sonra aprel ayında bir tədbirimiz olacaq. Silsiləvi olaraq Bakı və Bakı ətrafı regional bütün bölgələrdə bu yönümlü tədbirlərimiz, maarifləndirmə yönümlü təbliğat, təşviqat kampaniyası çərçivəsində layihələrimiz çox olacaq, filmlərimiz çox olacaq və bu işdə bizə dəstək verən bütün hər kəsə ilk növbədə öz adımdan, daha sonra bütün federasiyamızın üzvləri adından təşəkkürümü bildirirəm. Çox sağ olun, əziyyət çəkib gəlmişsiniz.